Özəl tibb müəssisələrində göstərilən tibbi xidmətdən vətəndaşlar tərəfindən necə şikayət verilə bilər? Azərbaycan Respublikası Konstitusiyasının 41-ci maddəsinə əsasən hər kəsin sağlamlığını qorumaq və tibbi yardım almaq hüququ vardır. Əhalinin sağlamlığının qorunması haqqında Azərbaycan Respublikası qanununun tələblərinə əsasən pasiyentin hüquqları pozulduqda, o müalicə profilaksika müəssisəsinin rəhbərliyinə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana, quruma və ya qanunvericilikdə müəyyən edilmiş qaydada məhkəməyə müraciət edə bilər. Özəl tibb müəssisələrində göstərilən xidmət pasiyent və tibb müəssisəsi arasında bağlanmış müqavilə həcmində həyata keçirilir. Əgər vətəndaş özəl tibb müəssisəsində ona göstərilmiş tibbi xidmətdən razı deyilsə, analitik ekspertiza mərkəzinin rəsmi internet səhifəsində Pharma.az-da müraciət hissəsi vasitəsilə mərkəzin bir pəncərə xidməti vasitəsilə yazılı formada müraciət edə bilər. Həmçinin mərkəzin qaynar xətt xidməti vasitəsilə öz sorğu və şikayətlərini ünvanlaya bilər. Əgər şəxsin müraciəti vurulmuş zərərin əvəzinin ödənilməsi ilə bağlıdırsa, hüquq mühafizə və məhkəmə orqanlarına müraciət etməlidir.